Anamın kitabı yoxsa atanın gerçəkləşməyən arzuları? Bu əsərdə hadisələr bir ailə çərçivəsində verilmişdi. Çünki burada ailə cəmiyyətin rəmzi kimi götürülmüşdü. A sözünün əlamətidir ki, biz ona əlif deyirik. Hazırda gördüyünüz şəxs Rüstəm bəydir. Rus məktəbində təhsil almış, Rus tərbiyəsi tərəfdarı bir insandır. Hərəkəti ağır və təmkinlidir. 40 yaşındadır, ailənin ilk övladıdır. Deyir. Salam əleykum. Əleyhissalam. İndi gördüyünüz isə Mirzə Məhəmməd Əlidir. İran ürə fasıl libasında İran tərbiyəsi tərəfdarıdır. Acıqlı və gülməyəndir. 35 yaşındadır, ailənin ikinci övladıdır. Bu Zəhrə bəyim xanımdır. 60 yaşındadır. Onun 3 oğlu, bir qızı var. Birinci oğlu Rüstəm, ikincisi Məmməd Əli, üçüncüsü isə, baxın, bu Səməd Vahiddir. Bənzar şəbabımda pədidar olan ey zil. Ey zilli tuluva oluyorsun yenə peyda. O İstanbulda ədəbiyyat dərsi alıb. Başında qırmızı fəst, əynində pidjak, şilet, ağ yaxalı köynək, qalustuq, gözlərində eynək. Təmkinli və sakit insandır, Osmanlı tərbiyəsi tərəfdarıdır. 30 yaşındadır. Müşahidə ediyorsun zənnin diyəm. Əfəndim. Gülbahar. Kızım, Gülbahar, gel. Gel otur yanımda. Bu Gülbahardır. Surətdə gözəl, ümumi müsəlman qızları libasında, başında çarqat, müsəlmanca savadlı, 20 yaşındadır və anasını ən nəhayət ən çox istəyəndir. Da bulunmaq zərrə qədər eyib törətməz zənnin diyəm əfəndim. Allah xatirinə öz dilində danış. Evet. Peyğəmbər xatirinə öz dilində danış. Əslində qardaşlar öz aralarında normal fikir mübadiləsi apara bilmirlər. Çünki burada da səsləndirildiyi kimi onlar bir-birinin dilini anlamırlar. Əsas məsələ də buradan başlayır. Sən dilimi qanıram. Lüğətə də yazım. Dadaş, bu Faustdan tərcümədir. Əsər trajikomediya janrındadır. Mövzu milli birlikdir. İdeyası vətənə, xalqa, ana dilinə məhəbbətdir. Olmaz. Olmaz. Olmaz dedim. Olmaz. Əsərdə qaldırılmış başlıca problemlər, soy kökündən uzaqlaşmanın acınacaqlı nəticələri, xalqa yadlaşmış ziyalıların məsələyə ayrılığı, milli müstəqillik və milli birliyin vacib olmasıdır. Koymanam. Koymanam. Yazıcının bu mövzuya müraciət etməsinə səbəb 20-ci yüzilliyin əvvəllərində Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət, xalqın və ölkənin qarşılaşdığı problemlər, bu problemlərin həlli yolu olmuşdur. Əsərdə vətənə sədaqət, ana dilinə məhəbbət, ailəyə bağlılıq kimi milli mənəvi dəyərlər ön plana çəkilmişdir. Videonun əvvəlində anamın kitabı yoxsa atamın gerçəkləşməyən arzusu deyə bir ifadə işlətmişdim. Buna səbəb isə belədir. Ataların arzusuna uyğun olaraq ali təhsil almışdılar. Lakin vətənlərinə fayda verən elmi bilik sahibi, kamil mütəxəssis kimi qayıtmamışdılar. Hər bir doğma yurtlarına, təhsil aldıqları ölkənin mənafeyinə uyğun əqidə ilə dönmüşdülər. Düşüncələrinə hakim kəsilən yad əqidə onlar üçün milli birlik və vətənpərvərlik anlayışının üstündən qələm çəkmişdi. Rus lüğəti. Slavyan lüğəti. Rus lüğəti. Əsərdə Gülbahar qardaşlarının kitabını yandırmaqla müxtəlif ölkələrdə təhsil alan qardaşların bir-birinə yaddaşmalarına etirazını bildirir. Anamın kitabı əsərdəki üç qardaşın komediyası, ananın faciəsi, Gülbaharın dramıdır. Gülbaharın monoloqu milli birlik marşı kimi səslənir. Anamın kitabı Azərbaycanın milli birlik kitabıdır. Kaldı bircik kitap. Bu da anamın kitabı.